Börək daşından belə məlumat verim ki, börək daşı bizim də toplumumuzda, bizim regionda yaygın olan bir xəstəlik növüdür. Börək daşı ümumiyyətlə xəstəlik olaraq təkcə börəyin bir problemi deyil. Bu bədəndə olan ümumi metabolik proseslərin pozulması, həmçinin insanın qəbul elədiyi qidalardan, qəbul elədiyi mayenin miqdarından, qidanın tərkibindən da çox şey asılıdır burada. Və bir də ki, coğrafi mövqe, coğrafi yerləşim yeri, elə bölgələr var ki, bunlar endemik bölgələrdir. Məsəl üçün, tək börək xəstəliyi üçün deyil, digər endokrin xəstəliklər var. Məsələn, zob xəstəliyi, yod çatışmamazlığı olan bölgələr var, endemik bölgələr. Həmçinin bu börək daşının da yaranmasında endemik bölgələr var. Xüsusən daha çox ağır tərkibində ağır metallar olan, ağır metallar deməyim də, yəni elektrolitlərlə zəngin olan ağır su, bulaq suyu qəbul edən bölgələrdə, məsələn bizdə Azərbaycanda şimal-şərq bölgələrimiz var ki, məsələn Şəki, Zaqatala, Balakən bölgəsi ki, burada bu bölgədən daha çox gəlir bizə xəstələr, pasiyentlərimiz. Həmçinin Lənkəran bölgəsindən də çox gəlir bizə xəstələr. Bu bölgələrdə endemik bölgələrdir. Bir də isti bölgələrdə daha çox insanların yay müddəti ərzində, Azərbaycan bilirsiniz, günəşli günlərin sayına görə dünyada lider ölkələrdəndir. Ona görə isti havada bilirsiniz, tərləməklə mayenin çox hissəsini biz itiririk. CD daha çox konsentrasiya halına gəlir və nəticədə daşın əmələ gəlməsi üçün zəmin hazırlanır. Və əgər biz bu qidalarımıza da diqqət eləməsək, əgər endemik bölgədə yaşayırsaq, duzlu qidalardan daha çox istifadə eləyiriksə və yetərli miqdarda gün ərzində su qəbul eləmiriksə, o zaman artıq daşın əmələ gəlməsi üçün kifayət qədər faktorlar ortadadır. Bir də bütün xəstəliklər kimi börək daş xəstəliyi də genetik xəstəlikdir. Genetik olaraq ötürülən bir problemdir. Yəni genetik olaraq ötürülməsi də sübuta yetirilmişdir. Və əgər ailədə varsa, kimlərdəsə, valideynlərdə və s. onların övladlara keçmə şansı da yüksəkdir. Və bir insan əgər daş düşürübsə, daş xəstəliyi diaqnozu qoyulubsa, onun biz ilk dəfə müalicə edirik. Əgər xəstə özünə baxmazsa, əgər müəyyən şərtlərə əməl eləməzsə, ilk 10 il ərzində təkrarən yaranma ehtimalı 50%-in üstündədir. Ona görə tək bir dəfə daş düşürdüm, doktor məndən bitdi bu problem olmamalısı lazımdır. Qida rasionumuza diqqət eləməliyik. Konkret qidalardan bəhs eləsəm, biz toplum olaraq daha çox duzlu və ətli qidaları çox sevən insanlarıq. Qırmızı ət tükətimi, xüsusən mal əti və qoyun ətindən istifadə risk yaradır. Duzlu qidalardan istifadə risk yaradır. Spirtli içkilərdən istifadə olunması risk yaradır. Ondan sonra çox obez olmaq, kilolu olmaq, çox çəkili olmaq börək daşına risk yaradır. Bəzi iş sahələri var ki, məsələn, bütün günü ilin heç bir fəslindən asılı olmayaraq çox isti şəraitdə çalışan insanlar, məsəl üçün ağır metallurgiyada çalışan insanlar var ki, məsələn, yüksək dərəcədə temperaturlu peçlərin qırağında çalışırlar və ya çörək bişirmə sexində çalışan insanlar və s. Yəni, çalışma ortamı, çalışma sahəsində çoxlu istilik varsa, çoxlu tərləmə prosesi gedirsə orada, onların çoxlu maye qəbul eləməsi lazımdır. Əks halda sidiyin konsentrasiya halına gəlib, daş əmələ gəlmə ehtimalı yüksəlir. Ona görə bu işlərə diqqət eləmək lazımdır. Yəni, özümüzün bir növ həkimimiz olmalıyıq bu mövzuda.
Digər məsələ, bəlkə də bir-birinə tərs düşür bunlar. Biri androloji, biri uroloji məsələdir, amma bizə də xəstələrin poliklinik müayinələrdə, həmçinin sosial şəbəkələr üzərindən bizə yazılmalarına görə cinsi zəiflik də toplumumuzda az deyil, yəni. Bu da kifayət qədər aktual bir mövzudur. Ümumiyyətlə, cinsi zəifliyin, kişilərdə cinsi zəifliyin yaranma mexanizması bir neçə qola ayıra bilərik onu. Burada mikrobal səbəblər ola bilər, cinsi yolla keçən infeksiyalar. İkincisi, xəstələrdə olan hormonal problemlər ola bilər, hormon düzənsizlikləri ola bilər. Xüsusən də kişilərdə kişi hormonu, testosteron hormonunun yetərsizliyi və bu yetərsizliyə səbəb olan digər endokrinopatiyalar, endokrin problemləri buna səbəb verə bilər. 3. Şəkər xəstəliyi bu dəqiqə toplumumuzda da çoxdur. Qadınlarda da var, kişilərin arasında da yayılıb. Bildiyiniz kimi şəkər xəstəliyinin 2 növü var. Həm birinci tip diabet var, ikinci tip diabet var. Birinci tip diabetdə bildiyimiz kimi bədəndə insulin çatışmamazlığı olur. Bu gənclərdə də baş verir, bu xəstəlik daha çox yayılır. İkinci tip diabet daha çox biraz sonraki həyat prosesində görülən bir diabet növüdür və fərqi yoxdur. İstər birinci, istər ikinci tip diabet. Əgər kişilərdə varsa və bəlli bir zaman keçibsə işin üstündən, yəni diaqnoz qoyulan tarixdən 10 ilə qədər vaxt keçibsə, artıq erektil disfunksiya dediyimiz cinsi zəiflik yaranır. Digər səbəblər də buraya travmalara aid eləmək olar, onkoloji xəstəliklərə görə alınan radioterapiyalar, kimyoterapiyalar və s. və digər orqan sistemlərdəki pozğunluqlar, məsələn, qaraciyər çatışmamazlığı xəstələrində, böyrək çatışmamazlığı olan xəstələrdə cinsi zəiflik yaranma ehtimalı yüksəkdir. Gördüyünüz kimi burada səbəblər, türklər demiş, yelpazəsi çox genişdir. Geniş olduğu üçün həkimə burada ehtiyac vardır. İndi bəlkə mən saydaladıqca sizdə belə bir düşüncə yaranır ki, gör nələr nələrə gətirir, çıxardır. Bəzən cinsi zəifliklə gələn insanların arasında kardioloji problemləri də biz ortaya çıxartmış oluruq. Ona görə buradan mən bir mesaj vermək istəyirəm əslində insanlara, topluma ki, belə problemlər olduğu zaman heç bir şəkildə bunların sosial şəbəkələr üzərindən kimlərəsə yazılmasına, kimlər və ya da Google üzərindən hər hansı bir axtarışla, indi ChatGPT təzəlikcən moda minib, oradan məsləhətlər alaraq, təbii ki, onlar profesional olmayan cavablar verir sizə. Burada həkimin xəstəyə fərdi yanaşması çox önəmlidir. Bəzi xəstələr var ki, bizə müraciət edir, problemin başqa bir problemi də var, amma onu deməkdən qaçınır. Cinsi zəifliklə əlaqədar müraciət edən xəstələri biz fərdi yanaşırıq, fərdi olaraq onları müayinə edirik. Yəni, fərd olaraq bu adamda problem varmı, yoxmu? Adam var, məsələn, şəkər xəstəsidir 10 illərlə, heç də problemin şəkərdən qaynaqlanmadığını düşünür və başqa yerlərdə səbəb axtarır. Əgər qeyri-profesional yanaşmalar da olan insanlar da çoxdur bugün. Təbii ki, andrologiya ilə məşğul olmaq istəyən olanlar və xəstələr yanlış yölə yönləndirənlər, xəstələrin özləri üçün dərman preparatları qəbul edirlər, kontrolsuz şəkildə, heç bir analiz vermədən, heç bir məntiqə dayanmadan və ya son vaxtlar mod düşüb macunların istifadə olunması, elə fürsətdən istifadə edib məsləhət görmək istəyərdim. Bu tip macunları istifadə etməyi biz də məsləhət görmürük. Çünki tərkiblərində aktiv molekula olma ehtimalı yüksəkdir onların və nə qədərdirsə də onlar qeyd olunmur macunun tərkibində. Xəstələrdə bu tip preparatların yan təsirlərindən kardiyak problemlər ortaya çıxa bilər, ürəklə əlaqədar problemlər ortaya çıxa bilər və bu durumda xəstəxanaya müraciət elədiyində siz nə qəbul elədiniz, nə oldu ki, belə bir hal yaşadınız dediyi zaman həkim o bir macunu göstərə bilər. Həkim də onun tərkibi məhsul olduğu üçün bizim üçün biz bilmirik onda nə istifadə edək və ya ona nə cür yardım edək. Çünki belə hallarda hətta ölüm hallarına qədər, kardiyak ölümlərə qədər gətirib çıxara bilər bunlar. Çünki erektil disfunksiyada istifadə etdiyimiz bir çox dərman preparatı var ki, əsas dərman preparatları, onlar kardioloji praktikada da istifadə olunur. Onların əlavə yan təsirindən biz andrologiyada faydalanırıq. Əslində onlar
birbaşa kardiyak dərmanlardır, kardioloji dərmanlardır. Və bunun təsirindən əgər kontrolsuz istifadəsi təbii ki, ciddi yan təsirlərin əmələ gəlməsinə səbəb ola bilər və xəstənin anidən təzyiqinin düşməsinə, ürək dayanmalara, ürəyin işemik problemlərinə və s. problemlərə səbəb ola bilər. Ona görə də mən məsləhət görərdim ki, belə hallarda ümumiyyətlə öz-özünüzə götürüb dərman preparatlarını istifadə eləməyi qəti olaraq məsləhət görməzdik. Niyə görə? Çünki dediyim ki, ağırlaşmalar göz önünə bulundurmaq lazımdır.